İndi isə uzanma mövzusuna baxaq. Uzanma saitlərə aid bir qaydadır ki, bəzi sözlərdə saitlər uzun tələffüz olunur, amma nəyə diqqət eləyək? Hər bir sözdə uzanma olacaq deyə bir şey yoxdur. Elə sözlər var ki, orada heç uzanma olmur, elə söz olur ki, 2 dənə olur bu formada. Deməli, dilimizdə, yəni əlifbamızda 9 sait var ki, bu 9 saitdən 2 dənəsi uzana bilməz. Bunlar hansılardır? I və Ü. Bu ikisi uzanmır, düzdür. Üdə istisna var. İstisna məsələn üfüqi sözünə aid edə bilərik, süni. Bu tip sözlər var. Bu amma qaydanı pozmur. İstisna qaydanı pozmayacaq. Uzanmanın işarəsində biz qoşa nöqtə şəklində göstəririk. Belə olur uzanması. Üfüq bir şəklində. Yəni burada ikinci üdə uzanma var. Amma qayda olaraq deyəcəyik ki, I və üdə uzanma yoxdur. Daha sonra uzanmanı fərqli məqam götürmədik. Yəni üfüqi sözündə heç bir uzanma, fərqli məqam yoxdur. Və ya məsələn sözlər yazaq. Maddə sözü var ki, birinci A uzanır. Maddə şəklində olacaq. Xassdə sözü var. Xassdə şəklində olacaq. Yəni birinci A-mız, yəni A uzanacaq. Zəfəran sözü zəfəran şəklində tələffüz olunacaq ki, bu uzanma ilə bağlı olan qaydamızdır. Bir də bəzi çaşdıran məqamlar olur ki, bəzi sözlər var ki, testlərə düşür, amma onlarda uzanma yoxdur. Bunlar hansı sözlərdir? Məsələn, əyar sözünü götürək, heca sözü, müəmma, vitamin. Bu sözlərdə uzanma yoxdur. Yəni əyar deyil, elə olduğu kimi tələffüz olunacaq. Ən çox testlərdə çaşdıran vitamin sözüdür ki, vitamində heç bir uzanma yoxdur. Cümhuriyyət sözüdür ki, uzanma yoxdur. Təsadüfən sözü uzanma yoxdur. Cürətli sözü uzanma yoxdur. Yəni ödə uzanma götürmürük. Hazırki sözüdür, hesabdır, müəmmadır, hecadır, əyyardır. Bu sözlərə xüsusi olaraq diqqət eləyək. Çünki testlərdə qabağımıza çıxır, çaşdıra bilir. Yəni bunlarda uzanma yoxdur. Bu da bir ayrı məqamımız. Bir də nəyə diqqət eləyək? Dilimizdə bəzi sözlər var ki, uzanmaya görə mənası dəyişir. Bu nə deməkdir? Yəni söz dilimizdə 2 mənaya gəlir, amma uzadanda bir başqa mənadır, uzatmayanda bir başqa mənadır. Məsəl üçün, yazaq sözlərimizdə nərə sözü var ki, nərəni biz nərə şəklində desək, belə, nərə. Bu qışqırtı mənasında deyirəm ki, Koroğlu nərə çəkdi. Bir də var nərə. Əni uzadıram. Belə olanda balıq növüdür, deyirəm, nərə balığı. Və ya dava sözü var. Dava bir deyirəm ki, toyda dava düşdü, dava dalaş mənasında. Belədir. Bir deyirəm ki, həkim xəstəyə dava dərman etdi. Burada artıq A-da uzanma olacaq. Daha sonra əyan sözü var. Əyan bir uzanma olmadan var. Əyan açıq-aşkar mənasında. Deyirəm, hər şey əyan oldu, açıq-aşkar oldu. Bir də var əyan şəklində. Əni uzadıram, əyan. Bu da zadəgan deməkdir. Sonra bəzən sözü var. Bu bir bəzənmək mənasına deyə bilərəm. Onda uzanmaq olmur. Deyirəm ki, evdə bəzən. Bir deyirəm ki, bəzən ara bir mənasında gedir. Bəzən. Bu halda görürük ki, uzanma mənanı dəyişdi. Amma leksikada bunu ayrıca olaraq bir daha deyəcək ki, uzanmaya görə mənası dəyişən sözlər amonim sayılmır. Bu sözlərin mənası dəyişdi, uzanma fərqli məqam sayılmadı və I ilə Ü uzana bilməz, istisnamız var və bir də buradakı sözləri yadda saxlayaq. Vitamin sözüdür, cümhuriyyət sözüdür, cürətli sözüdür, təsadüfən sözüdür, hazırki, hesab, müəmma, heca, əyan sözləri, əyyar sözləri ki, burada uzanma yoxdur. Bunu yaxşı yadda saxlayaq.